gəlmişik bura. Hər birimiz demək olar ki, bütün burada sakinlərimiz, işimiz, gücümüz hamısı Bakıda, Sumqayıtda, digər şəhərlərdə qalıb hamısını gəlmişik bura. Ancaq ki, bura gələndən sonra bizə bildirilən məlumatların necə deyək də yalan olduğunu bilmişik. Köçmüşük bura, iş təminatı yoxdur. Düşünürsünüz, elə bilirsiniz ki, biz burada Novostroykada yaşayırıq və həmin Novostroykaların ödənişlərini burada eləməliyik. Mən bura dədə-babamın yurduna köçmüşəm. Mənim adımda 2 dənə şirkət var. 2 gündən bir mənim vergi xidməti mənə yığır ki, sənin verginə borcun var. Mən vergiyə borcum var, amma burada heç bir fəaliyyət göstərə bilmirəm. Yəni bunları heç kəs düşünmür. İl yarımdan çoxdur ki, 2 ilə yaxındır ki, mən burada yaşayıram. Ancaq ki, heç bir fəaliyyət göstərmirəm. Tüm Füzuli sakinləri adından deyirəm ki, yəni burada yaşayırıq biz, kommunal ödəməliyik, tamam biz kommunalı ödəyirik. Ancaq ki, yəni istusu belə getdi, nə bilim, lifti pulu belə getdi, zibil pulu belə getdi. Qardaş, mən 75 kvadrat evdə yaşayıramsa, ayda 60 manat mən dövlətimizin bizə verdiyi xüsusi nəvacibdən 60 manat yararlanıramsa, onun 75 manatı mən necə ödəyim ki, danışanda hamı deyir ki, hər şey əladır, hər şey yaxşıdır, ancaq elə deyil. Dədə-baba yurdumuzdayıq, yaşayırıq, çox gözəl. Yəni Allah şəhidlərimizə rəhmət eləsin, hamısı bizim başımızın tacıdır. Ancaqdır, yəni dövlətə xidmət eləməyən məmurlar dövlətin adına istifadə edib buradakı sakinlərdən xüsusi imtiyazlarına görə, maraqlarına görə yaralamaq istəyirlər.